Biz sənətə gələndə bizə bəstəkar mahnıları, xalq mahnıları öyrədiblər, özümüz də öyrənmişik. O vaxtlar mini disklər idi. O vaxt zad yox idi axı. Yox idi. Balaca kasetlər idi, qoyurduq, bir saxlayırdıq, mahnı sözlərini yazırdıq. Yəni biz belə gəlmişik. İndikilərə nə var? İndi nə var ki? Qoyur orada, indi hər şey telefondadır, girir, örgəndisi hazırdır. 2 dəqiqə getdi oxurdu. Amma bizim zamanımızda həqiqətən biz əziyyət çəkmişik. Belə dəftərlər yaratmışıq, dəftərlər yazırdıq. İnanın ki, o qədər yazırdım səhərə kimi. İnanın cəmiyyətinə. Saxlamısınız o dəftərləriniz? Var, evdədir. Bilsəydim gətirərdim. İnanın ki, var, saralıblar indi evdədirlər. Yəni yazırdım mən onları, öyrənirdim, əzbərliydim. Əlbət belə deyildi, skrin edirdim. Qalırdı telefonda. Yox. İndi Google-da Lüboy mahnı sözləri var. Yazdım, çıxır. Hazırda oxuyur. Əlbət belə şey yazırdım. Əlbət ancaq kasetlər idi, yazırdıq. Nə YouTube var idi, nə sosiallar var idi. Ancaq öz suluğumuzla yazırdıq. Ona görə biz oxuyurduq, savad alırdıq, elirdik. İndiki gələn nəsil var, müğənnilər. Onların niyə əksəriyyətin savadı yoxdur? Çünki hazırda əziyyət çəkmir. Dank skrit elə də hazırdır. Baxıb oxuyacaq. Amma əlvəl elə deyildi.